Herkese salam dostlar, xoş gəlmisiniz kanala. Kanalın konseptinə uyğun olaraq da dediyimiz kimi ilk videomuz trade nədir, özəllikləri nədir, bu haqda danışmaq istəyirəm daha doğrusu. Əvvəla bunu demək istəyirəm ki, yəni ilk öncə özümü təqdim edeyim. Mən Əli Hacıyev, uzun illərdir bu işdəyim. Yəni bu kanalda çalışacağam, bacardığım qədər kanalda videoları paylaşım, öyrətməyə çalışım şəxslərimizə, yoldaşlarımıza. Bundan əlavə sizə deyə biləcəyim ən əsas özəllik odur ki, yəni bu işdə məqsəd olan, hədəf olan insanlara aiddir ki, videonu 2x-ə qoymayın, 10 saniyə qabağa atmayın. Yəni bu hərəkətləri edən insanların zaten bir hədəfi yoxdur. Yəni bir şeylər öyrənib müvəqqəti bir pul qazanmaq istəyirlər. Bu kanala baxıb, sonuna qədər bu kanala baxıb, əvvəldən başlayıb birinci videodan sonuncu videoya qədər baxan şəxslərə özüm bəlkə də ilk videoda deyirəm, garantiya verirəm ki, yəni tam şəkildə bu kanaldan hər bir şey öyrənəsiniz. Yəni çalışacağam bacardığım qədər anlaşılır, bacardığım qədər rahat, sadə dildə izahatını verim. Heç kim çətinliyi çəkməsin. İlk başda yəni sizlə danışmaq istədiyim mövzular çoxdur əlbəttə ki, ilk dərsə uyğun olaraq. Amma ilk başda sizə deyə biləcəyim budur ki, trade nədir? Trade ticarət anlamındadır. Yəni al-sat, ticarət anlamına gəlir. Yəni belə deyim ki, tradedə biz həm bir qiyməti alıb, həm də sata bilirik. Bu əsasən tək valyuta olsun, bir kriptovalyuta olsun və yaxud neft olsun, istiqraz olsun, şirkət səhmləri olsun falan filan. Yəni sırf onlara aid deyil əlbəttə ki. Bu belə düşünün ki, hər bir şeyi yəni alıb satmaq mümkündür bu iş sahəsində. Özünüzə ən əsası deyə biləcəyim bir şey budur ki, özünüzə bir hədəf seçin və o hədəflə irəliyin. Yəni mütləq şəkildə bir yaxşı trader olmaq istəyirsinizsə, bu sahədə özünüzü göstərmək istəyirsinizsə, mütləq şəkildə çox çalışmaq və əzmli olmaq lazımdır. Bu vacibdir. Dediyimiz kimi, yəni trade nədir? Ticarət deməkdir. Yəni biz bunu müxtəlif bazarlar üzərində deyə bilərik. Məsələn, necə tradedə çoxlu bazarlar var. Olsun forex bazarı, kriptovalyuta bazarı, olsun metallar və yaxud şirkətlər, səhmlər çoxdur yəni bu bazarlar. Bunların hamısının inşallah gələn dərslərdə, dərs keçdikcə hamısının açıqlamasını verəcəyəm. İlk öncə ilə bunu demək istəyirəm ki, çalışaq bacardığımız qədər, yəni bu işdə olaq. Yəni nə mənada? Həm bu kanalda olaq, öyrənək, həm də bu işdə axıra qədər qalmaq lazımdır. Səbəbi nədir? Çünki bu işdə həqiqətən əziyyət çəkib əzmli olan insan sonunda nəticə qazanır. Yəni əziyyət çəkmədən ilk başda nəticə əldə edirsinizsə, sonunda həqiqətən bu çox belə deyim də problemli olasıdır sizin üçün. Çünki əziyyətsiz bir şey həqiqətən olmur. Bu işin də ən çox yəni qazandıran bir iş sahəsidir. Yəqin ki, eşitmisiniz. Ən çox qazandırmasının səbəbi də odur ki, ən çətin olmasıdır, ən əziyyətli olmasıdır. Yəni düşünürsünüz ki, burada nə var? Qrafikin ya yüksəlişə düşüşün olduğunu düşünməliyik, ona uyğun əməliyyat açmalıyıq, amma elə deyil. Yoldaşlar, elə deyil. Bizə lazım olan ən əsas amillərdən biri çox çalışmaq, əzmli olmaq, praktik etməkdir. Bu kanalda çalışacağam 100-dən artıq video olsun. Yəni bütün konseptlərə aid, bütün strategiyalara aid deməyim, yəni əslində bütün deməyim, çoxuna deyim. Əlimdən gəldiyi qədəri ilə çalışacağam çoxlu strategiya, konsept bu kanalda. Yəni kimlərəsə bir örnək ola bilsək, kimlərəsə bir şeylər öyrədə bilsək, nə xoş bizə. Deməli, dediyimiz kimi, trade ticarətdir, bazarlar var, kriptovalyuta, forex bazarı, metallar, səhmlər falan filan. Yəni bunu əsasən çox insan forex-lə məşğul, trade-lə məşğul olan çox insan forex bazarının üstünlüyü verir ən çox. Səbəblərdən biri də ki, yəni burada forex bazarında əsasən stabil, məntiqi və algoritmik bir sistemlə işləyirik. Necə? Hər hansı ölkə iqtisadiyyatının olan vəziyyəti bizə qrafikdə olan hərəkətləri göstərir.
Misal, Amerikada olan hər hansı bir hadisə ki, məsələn, prezident seçkilərindən sonra dolların yüksəlməsi. Əlbəttə ki, dolların yüksəlməsi onunla əlaqələndirmək olar əslində. Çünki elədir. Amma ona uyğun bir bəzi səbəblər də var. Əlavə, onları da bilmək vacibdir. Onları da öyrənmək vacibdir. Bu kanalda əlimizdən gələn qədər çalışasıyıq artıqlaması ilə sizə hər şeyi mükəmməl şəkildə öyrədək. Yəni sırf bu kanalda heç bir videonu qabağa çevirmədən, yəni 10 saniyə qabağa atım və yaxud 2 qısa qoyum tez danışsın. Onu etmədən axıra qədər qulaq assaz, həqiqətən bu videolardan sonra, bu videolar bitdikdən sonra mükəmməl nəticə əldə edəcəksiniz. Ən azından pul qazanmasaz belə özünüzdə mükəmməl dəyişiklik əldə edəcəksiniz. Bu işi ən azından biləsiniz. Çünki bilirsiniz, bilmirsiniz, bunu tam dəqiq bilmirəm. Amma bu işdə əlbəttə ki, öyrənmək, bir şeyləri əldə etmək, bilik sahibi olmaq çox önəmlidir. Amma o qədər də vacib deyil. Ən əsas iş bizdə psixologiyada bitir. Bu ən əsas işimizdir. Psixologiya. İşimizi, öyrəndiklərimizi hamısını səliqəli, mükəmməl şəkildə edirik. Bununla yanaşı da psixologiyamızı doğru şəkildə idarə etməyi öyrənirik. Əlbəttə ki, bunun haqqında da kanalda videolar olasıdır. Bunun haqqında da bir şeylər izah etməyə çalışacağıq. Bundan əlavə sizə deyə biləcəyim ən mühüm məsələlərdən biri. Dediyimiz kimi kanal yenidir. İlk videomuzda çox güman bu olasıdır. Amma çalışaq, əzmli və çalışqan olaq. Yəni bu videonu nə qədər çox çevirib başdan eləməyə çalışsaz, yəni ola bilər. Necə ola bilər ki, çevirəsiz? Məsələn, bir insan hər şeyi bilir. Məsələn, trade nədir bilir. Bunun haqqında məlumatı var. Ancaq ona necə deyirlər, öyrənib, praktik eləyib qazanca keçmək lazımdır. O insanlar üçün bu videonu keçmək normaldır. Amma dediyim kimi, ilk başlayanlar üçün videoları keçməyin. Çalışın videoları keçməyin. Saniyə bə saniyəsinə qulaq asın. Hər dediyimiz, keçdiyiniz saniyədə vacib bir söz ola bilər. Sabahsı gün deməyin ki, biz kanala baxdıq, nəticə əldə edə bilmədik, artıq o mənim günahım deyil. Videonu qabağa atmayın. Hər saniyəsinə qulaq asın və inşallah ki, mütləq şəkildə mükəmməl nəticə əldə edəsik. Dediyimiz kimi, trade ticarətdir. Yəni, bazarlar üzərində ticarətdir. Bunların hamısının açıqlamasını inşallah verəsik. Bu ticarət yönündə, bu platformada, belə izahatını verək ki, bu işdə, qısası, bu işdə əlimizdən gələn qədər, baxın, əlimizdən gələn qədər hər kəsə kömək etməyə çalışacağıq. Amma əzmlə çalışmalısınız. Bunu dayanmadan vurğulayıram, çünki bu həqiqətən mütləqdir. Trade sahəsi əsasən dünya iqtisadiyyatına bağlı bir şeydir. Forex bazarından söhbət gedir. Əlbəttə ki, tək bir Forex bazarı deyil. Səhmlərin hərəkətləridir, xəbərlərdən izləyirik. Valyutalara görə və yaxud ölkə iqtisadiyyatına görə hərəkət eləyirik. Məsələn, qızıl yataqları mədənlərinə uyğun hərəkətlər eləyirik və s. Biz ümumi olaraq xəbərlərdən də istifadə edirik. Yəni, bizim biliyimiz var. Bir şeylər öyrəndik. Orası tamam. Amma biz xəbərlərə də önəm verməliyik. Çalışaq, bacardığımız qədər, axıra qədər bu videoları dinləyək. Dərs prosesi olaraq ilk dərsimiz tanışlıqdır. Yəni, belə bir anlayış verim ki, TikTok hesabımız var, Telegram hesabımız var. Yəni, özəl dərslər öyrənmək istəyənlər qoşula bilər, daha doğrusu kanala gələ bilər, Telegram kanalımıza. Bu arada, yəni, özəl dərslər dediyimə baxmayın. Yəni, bizim üçün qısası olaraq, bizim üçün, yəni, burada ödəniş heç bir söz ola bilməz də, yəni, öncəlik bizdə ancaq öyrənmək. Türklər demiş, söz konusu ola bilməz bizdə pul, yəni ödəniş. Tam şəkildə ödənişsiz Telegram kanalına qoşulursunuz, tam şəkildə. Və orada müəllim heyətimiz var. Qoşulub istədiyiniz sualı, istədiyiniz məlumatı ala bilərsiniz. İstədiyiniz sualı verərsiniz,
məlumatlar alarsınız. Müəllimlər çoxdur. Məsələn, bir müəllimdən öyrənmək sizə çətin gələrsə, digər müəllimdən öyrənərsiniz. İstədiyiniz formatda, istədiyiniz insandan, istədiyiniz müəllimdən istədiyiniz məlumatı ala bilərsiniz. Bu, yəni çox rahat şəkildə aydın olası bir şeylərdir. Bundan əlavə sizə deyə biləcəyim bir şey konseptlər. Deyə bilərsiniz ki, məsələn, elə insanlar var ki, məsələn, konseptə görə yazır, o konsepti öyrənir. Burada stabil bir konsept deyil. Yəni sizə belə bir izahat verim. AST olsun, TTM olsun, AT olsun, PA olsun və yaxud FA olsun, TA olsun, fərqi yoxdur. Biz burada hər hansı bir konsept keçmirik. Hər bir konseptin ən mükəmməl dərslərini keçirik. Misal götürüm. Məsələn, SMC konsepti struktur var. Price action konsepti struktur var. Biz buradakı strukturları ayrı-ayrı konsept kimi yazsaq, əlbəttə ki, sizin üçün çətin olasıdır. Yəni SMC öyrənən, price action öyrənən zaten orada bir çətinlik çəkir. Amma bizə vacib olan nədir? Ən yaxşı konseptlərin, ən yaxşı deməyək. Bütün konseptlərin ən yaxşı dərsliklərini bura cəmləyib ən yaxşı strategiyalarını ortaya çıxarmaq. Vacib olan ən yaxşıları öyrənməkdir. Məsələn, belə götürün ki, sizin qazanma oranınız, məsələn, bir işləm alırsınız bu işdə, qazanc əldə etmək istəyirsiniz, işləm alırsınız, işləminiz gəlmir. Sabah yeni alırsınız, yenə gəlmir. 10 gün ərzində davamlı 8 dəfə ziyan edirsiniz. Demək ki, sizin strategiyanız zəifdir. Amma ən əsası. Amma siz doğru strategiyanı doğru şəkildə öyrənib tətbiq eləsəz, daha yaxşı qazanc əldə eləmiş olarsınız ki, məsələn, 10 əməliyyat üzərindən 8 qazancınız olar, 2 ziyanınız olar. O 2 ziyan da təbii ki, sizdən asılıdır, o da olmaya bilər. Və hər kəsin özündən asılıdır. Dediyimiz kimi, bacardığımız qədər çalışaq, əzmli olaq, videoların hamısını axıra kimi baxaq, çalışacağım videoları qısa tutum və ən aydın dildə, ən anlaşılır dildə başa salın. Siz də çalışın, yəni ən əsası sizdən xahişim ola bilər ki, çalışın, bacardığınız qədər kanalı paylaşın, hər kəs öyrənsin, maraqlansın, töhfə alsın. Kanala da abunə olmağı yadınızdan çıxartmayın. Çox sağ olun, var olun. İnşallah gələn dərsimiz, yəni ikinci dərsimiz artıq biz struktur, yəni bu işin özəyi olan struktur mövzusuna keçirik. Bütün konseptlərin ən yaxşı seçmələri burada olasıdır. Amma dediyimiz kimi ən əsas dərsimiz struktur olasıdır. Bazarın istiqaməti, struktur. Görüşərik, hələlik, inşallah ikinci dərsdə ətraflı məlumat verərik. Sağ olun, salamat qalın.